Müvafiq olaraq subnival, dağ meşə və yarımsəhra landşaftlarının olmadığı silsilələri müəyyən edin və birinci sıranı müqayisə ilə hər bir bəndimizə nəzər salaq. Dübrar, subnival yoxdur burada, çünki zirvəsi çox alçaqdır buranın. Dərələyəz, Naxçıvan bölgəsi və burada meşə landşaftına rast gəlmirik. Qarabağ, yarımsəhra, Kiçik Qafqaz arası yarımsəhraya rast gəlmirik. Bu bənd elə bizdən istənilən doğru bənd olacağına oxşuyur. Digər bəndlərimizə nəzər salaq. Niyal dağ, yan silsilə Bozdağ. Ən azından burada biləcəyik ki, Bozdağ ərazisi Kür-Araz bölgəsindədir. Yəni Kür çayının keçdiyi bölgədə bura yarım səhradır. Bu bənd yanlışdır avtomatik. Dərəliyəz, Baş Qafqaz, Ləngəz. Burada da Ləngəz bu ərazilər quraqdır. Eyni ilə də Dərəliyəz hissəsində subnivala rast gələ bilərik. Bu yanlışdır. Bozdağ, Murovdağ, Baş Qafqaz və burada Bozdağ subnival yoxdur. Murovda meşə var deyə yanlış oldu avtomatik. Ləngəbis subnival olmasa da Zəngəzurda meşə olmasa da Ələt, amma yarım səhradır. Getdi elə ilk növbədə tapdığımız kimi doğru bəndimiz Dübrar, Dərəliz və Qarabağ bəndi olacaq.